Sonuncu mübahisəli yağ dəyişmədən sonra bu dəfə 9000 kilometr getmişəm Bardal'la və gəlmişəm yenə də görə indi nə çıxır və orada həm də biz qatqı dəyişikliyi elədik. Yenə mənim özümə də maraqlıdır. Növbəti yağ dəyişməni sizinlə bərabər izləyək. Elə isti-isti bunu da göstərim Kənan. Sonuncu yağ dəyişməmizdə 230.000 qeyd olunmuşdu. Pul metrə əlavə olunması 239-dur da artıq demək olar. Yəni 1000 tez gəlmişəm ki, görüm o sizin dediyiniz məsələləri bu dəfə avtomobil necə göstərəcək bizə. Ümumiyyətlə vəziyyət necədir? Qalanlarını da indi təbii ki, yağı dəyişə-dəyişə danışacağıq. Rəşad usta şeyi çəkim ələ eləcini, yoxsa yox? Ehtiyac yoxdur Akbər. Elə söndürün. Məsələn, parkingdə durur, onsuz düz yerdir. Xoş gəlmişsiniz. Onda getdik, xoş gördük, salamlar. Yenə sual işarəsi. Görək nə çıxır, nə göstərir. Maşın təxminən 1 saatdır burada dayanmışdı. 1 saat dayanır. Hə. Hə, 1 saat dayanıbsa tam... İndi də işə saldım, verdim Yenə içəri. işə saldıq, verdik. Yəni 5 dəqiqə kifayət eləyir. Yəni indi onsuz baxıb biləcək nə var yəni. Hə, onsuz da orada keçən dəfə də gördük ki, çox cüzi fərq eləyir. Həm də göstərəcəm o aşınmaya qarşı olan qatqılardan, həm öz müşahidəmizdən. Yağımız da həmişə olduğu kimi buradadır, 520 XTS-dir. Yəqin ki, bu dəfə artıq onu qabla yox, elə sadəcə olaraq bu ölçü çubuğundan, şubdan baxıb Rəşad usta bizə göstərib deyə biləcək ki, vəziyyət necədir. Yəni, bütün təbii ki, yağ dəyişməni göstərməyə ehtiyac yoxdur həmişə olduğu kimi. Elementlərini onsuz da göstəririk. Sadəcə vaxt çox getməsin və bu fonda həmişə əsas danışılan nə olursa, yəni sürücüyə birinci hissəsi maraqlıdır ki, yağım necədir, necə çıxdı. Bir də əlavəsidir, vəssalam. İndi baxaq görək. Yağı yoxdur, yağ. Açığı daha az azalacağına əminəm o heç. Çünki keçən dəfə əməlli başlı burada mübahisə getdi. Qabına kimi, yerin o vəziyyətinə kimi, uklona kimi hamısını verdi. Amma bu dəfə... Bütün burada dikən ustaları çağırmışam onu. Bu dəfə görək nə qədər göstərir. Bu dəfə azalmamız var əməlli başda. Şübhə heç kənd dəymir. Bunda yenə qabla yoxlamalı olacaq. Qabla yoxlamalı olacaq. Haradasa. Bir də salaq, baxaq. Litrdən çox azalma var. Bəlkə indi yenə biz indi işə saldıq deyə. Anlayıram Rakip bəy, amma yenə də çubuq bizə göstərir. Ən azı yağ çubuğunuzu yağa batmalı idi. Mən hardasa 5-6 minlərdə baxmışdım, onda normal idi. Yəni onda ümumiyyətlə azalma yox idi. Ona görə həmişə bu etaplarda maraqlı olur. Şəhərlərdə də keçən dəfə yazmışdılar ki, bəs... Yavaş-yavaş alt hissəyə yağ dəyir, bu hissəyə. Amma kəskin azalma var. Litrdən çoxdur. Yox, keçən dəfə onsuz da elə 1 litrdən çox idi. Yenə də həmin vəziyyət. Mühərriki yürüyüşü nə qədər Rakip bəy? 230 da hardasa. 200 keçib. Hə, 230. Mühərrik də açılmamış mühərrikdir. Yəni bu elə bir nümunədir ki, bütün sürücülər bilməlidir ki, 200 mindən sonra artıq yəni bəzi mühərriklər var ki, istisna kimi görürsən 500 minə kimi yağ yemir. Amma bir çox hallarda hətta Koreya avtomobillərinin biz ciddi mühərrikləri 100 mindən sonra artıq Toyota'dır, Hyundai Kia'nın ciddi mühərrikləridir. 100 mindən sonra artıq müştəri özü barışır ondan ki, yağ yemə başlayacaq. Burada iki variant var da. Bəziləri deyir ki, 9-10 min sürmə, daha tez dəyiş. Bir bu variant var. Çünki 5-6 minlərdə axı o yoxdur. Cüzi formada var. Biraz ondan sonra da yağ yiyən avtomobildə, özünüz bilirsiniz ki, yağ azalması olan avtomobildə yağ daha tez sıradan çıxır. Çünki xarici olmuş qazların miqdarı normadan çoxdur. O da 5 min, 6 minə qədər görürsən normadadır. Ondan sonra necə deyirlər, yağ artıq o, süngər kimi artıq o çəkib özünə, bundan sonra kəskin. Amma əlamət olaraq bir şey yoxdur. Yəni deyəsən ki, nə bilim, ay filan tüstü belə gəldi, filan şey belə getdi. Tüstüdən biz ancaq köhnə vaz avtomobillərində qərar verə bilərik. Hansıda ki, katalizator sistemi yoxdur, xarici olmuş qazların resirkulyasiya klapanı yoxdur. Yəni birbaşa burada gedən alışma səs boğucudan çıxır. Onda tüstünə bilmək olur. Müasir avtomobilləri, yəni injektor tiplini 99% halda bilmək olur. Çünki bu sadədir, turbo yox, heç bir şey yox və o şeylərdə adam biraz özü də... Qava süzəcək mənim düşüncəmdən 3 litr yarım, 4 litr... Yəni 1 litr azalma var. Çox, litrdən çoxdur. Yağ çubuğuna görə deyirəm ki... Süz. Yenə mübahisə edəcəm, süz. Yox, mübahisəlik deyil. Ümumiyyətlə isə bu aşınmaya qarşı olanlardan bizim, məsələn, burada bir neçə nümunə var və sürücülər tez-tez soruşurlar. Biz həmişə deyirik ki, bu
hansı avtomobildə hansı effekt verəcək. Yəni Bardalın buna yönəlik, bu sırf turbo üçün olandır, Turbo Protect. Yəni bu turbonun full metal deyirik də buna. Bu aydındır. Amma məsələn bizim həm də o hərçənd ki bunun da sürtünmə əmsalını yoxlamışıq, kifayət qədər yaxşıdır. B2-ni çox soruşurlar və Rəşad usta özü də deyir ki, qiyməti də uyğundur, 20 manatdır və bu daha çox məsələn Nissanlarda effekt verir, 5000-ə 1 litr azalmalarda bu daha effekt verdiyini, bu həm də elə demək olar yeganə qatı ki, burada yağ sərfiyyatının azaltdığını qeyd edir burada. Yəni bunun təyinatında bunlar var. Amma digərlərində yoxdur. Məsələn, heç mən bunu da yoxlamamışam, o maraqlıdır. Rəşad usta, maraqlısı odur ki, biz heç yağ azalmasına qarşı əslində B2-dir. Biz bunu heç vaxt yoxlamalıyıq. Heç vaxt yoxlamalıyıq. Belə gəlin B2 istifadə edək bunu. Maraqlı olar. Fərq eləyər yəni. Məncə eləyər. Çünki mən bunun üzvlərindən, yağ halqalarından düşünmürəm. Klapan şirkətlərinin quruduğunu düşünürəm. Elə B2 ona bir xeyri olur. Çünki full metal əslində ona iddia eləmir də. Sadəcə biz bilirik ki, o biraz... Metal işi antiver gedir. Ayso. Sürtünmə əleyhinədir. Və antiver ayrıca var, bu da var. Bu da demək olar ki, elə full metal tərkibli bir məhsuldur Bardalın. Amma ən yaxşısı bu hesab olunub həmişə və bir də indi yeni nəsil olan plazma eliksir. Bu artıq daha duru yağlar üçündür və orqanik, yəni kimyəvi olmayan və s. bu barədə artıq danışmışıq. Amma burada konkret qeyd edir ki, bu yağ sərfiyyatını azaldır, hərəkətli mühərrik hissələrinin arasındakı sürtünməni azaldır, itmiş kompressiyanı bərpa edir, mühərrikin aşınması və səs-küyü əngəlləyir, tullantı qazı azaldır, qaz sızmasını yəni, kiçildir və s. Və burada da qeyd olunur ki, hər dəfə yağ dəyişəndə və ya zərurət yaranarsa, yağ dəyişmə zamanları arasında hətta. Burada məsələn, adam var ki, əlavə edir, görür ki, bu dəfə azalmadı, artıq onu çevirir bir yağ dəyişmə bir komponentinə, hər dəfə əlavə edir. Yəni bir neçə məhsul var, ona görə göstərdim ki, bunları bizdən ayrı-ayrılıqda soruşanda bunu belə demək olmur da ki, hər ged onu tök düzələcək. Onun biz birincinin nədən qaynaqlandığını bilmədən, məsələn mən də indi bilmirəm nədən qaynaqlandığını. Birində deyirlər ki, klapan salnikindən ola bilər, birində deyirlər məsələn turbo olanda da turbo deyirlər, birində membran var və s. və orada artıq mühərrik ustası ona qərar verməlidir ki, bu effekt verə bilər yoxsa yox. Bunu mən özüm yoxlamışdım və uzun müddət bunun effektini görmüşəm. Amma maraqlısı odur ki, orada da deyirdim ki, yəni B2 əslində iddia eləyir buna. Və Rəşad Ustagil əslində daha çox B2-yə müraciət edirlər. İndi oradan qabla yoxlayaq, baxaq. Hardasa 5,5 olub da bizdə, düzdür Rəşad Usta? 5-600 olub və gözləntimiz burada, mənim gözləntim 4-600-dür. Rəşad Ustada isə daha azdır. Mən hardasa 3,5-4-ə yaxın düşünürdüm təxmini. Yox, çox olacaq. O qədər ağ eləmə də. Yox, elə olacaq. Çünki yağ çubuğu dəymir axı. Nə olsun dəymir deyə, artıq 4-ə çatır orada. 4-ə çatır. Bununla da yağımız qutardı da bundan sonra. 3,5 görsən kənar. 3,5-4-ə yaxın. 4-ə yaxın son dəfə keçən dəfə kimidir də demək. Hə, litr yarım yağ azalmamız var. Keçən dəfə də təxminən elə idi də. Belə saxlayıb ki, tam. Tam gözlədiyi hava ilə tam peşə. Hətta yəni indi də onu gözləyib tam dirəşsək, o qədər eləyə biləcəyik, amma ümumi 90% ehtimal artıq burada bizə... Biz bu axan yağı təxmini bir 10 dəqiqə gözləsək, bir 200 gram belə çıxır buradan. Aha. Hətta 4 litr də onda belə çıxır. Litr yerdə 4 litr. Litr yarım. Litr yarım azalmamız. Amma dediyim kimi, yəni heç nə hiss elətdirmir, nə səsində, nə bir şeydə. Rəq bəy, bu deməkdir ki, elə böyle bunu çəkin, artıq məsələ aydındır. Artıq onu oradan çıxardaq. Biz sürücülər yağ çubuğu yağa dəyməyəndə hətta avtomobili işə salmağa qorxurlar ki, işdə yağ yoxdur, dağlar. O yağ çubuğu yağ təknəsinin düz sonuna qədər gəlib çıxmır. Hardasa bax bu barmağım olan hissələrdədir, bax buralardadır. Çünki yağ kəpkirdən yuxarıda durmalıdır yağ çubuğu. Hayır, kəpkirdən aşağıda dura bilməz. Yağ çubuğu dəymirsə, o demək deyil ki, orada yağ yoxdur. Çox vaxt sürücülər ondan qorxur. Dediyim kimi yağ çubuğu kəpkirdən aşağıda. Amma maraqlısı odur ki, bir çox xəbərdarlıqsa bunu görürsünüz, bu xəbərdarlıq eləmir heç mənə. Amma məsələn Mercedes-də 1 litri azalanda xəbərdarlıq. Yəni elə avtomobil var ki, 1 litri azalanda artıq xəbərdarlıq eləyir. Zəngin olan avtomobil sizə bunu deyəcək. Onu da stop kimi eləmir, sadəcə deyir ki, yağı yoxla, yağ səviyyəsini yoxla, bu şəkildə bildirir onu. Yox, gəlməyəcək. Yox, o yəqin o vaxt gələcək ki, artıq kritikdir də. Bu kritik deyil axı. Onu təhlükə kimi görmür. Azalan vaxtında gəlir. Nə qədər azalanda gəlir? Litr yarım eləməndə də azalır.
Bir yarım litr qaz alsa görəcək. Hələ ki təhlükə kimi görmür, ona görə azaldır. Hə. Yəni onu təhlükə kimi görmür və doğrudan da bir təhlükə yoxdur əslində. Sadəcə Rəşad usta bu məqamda həmişə əsas sual odur da, sürücü də bu sualı həmişə verir ki, mən indi nə edeyim? Yəni o qorxan var, ehtiyat edən var, mühərrik dağlar deyən var və nədən qaynaqlanır? Çünki biri deyəcək ki, usta adətən belə deyir də, bəlkə açaq, bəlkə klapan salinikindən düzəldir. Gəlin bir şey deyim. Bəlkələri aradan qaldırmaq üçün əslində mühərrikçinin əlində bir endoskop olmalıdır. Bunları çıxardır, alışma makinasını Sizdə var da. çıxardır, bəli. Alışma makinasını çıxardır, şamları çıxardır və oradan yanma kamerasına baxış edir. Orada onun üzükdən olub-olmadığını bilmək olur. Porsche'nin yan hissələrində görürsən ki, yağ verir, bu bunu sirrə bilmir. Və dəqiq sürücüyə məlumat verə bilirsən ki, səndə problem buradadır. Və yaxud o üzü yuxarı hərəkət edən endoskoplar var. Üzü yuxarıya fırladıb, məhz bu hissəyə klapan kipkəsinin altı, klapan kipkəsinin özünə siz baxa bilməzsiniz. Amma ondan qaynaqlanırsa, onu artıq görə bilərsiniz. Yəni, atmosfer mühərrikin yağ yeməsini təyin eləmək avadanlıqdan çətin bir şey deyil. Onu deyirəm də sadə mühərrikdir və burada əslində bir də siz o qapağı açıb yağı süzdüyünüz yerə həmişə baxıb deyirik ki, buna bax qızıl rəngdədir, əladır, superdir. Mühərrikin içində açın tərtəmizdir. Mühərrikin içində bir problem yoxdur. Dediyim kimi burada ya rezin məlumatlarınız tutulub. Mən düşünürəm ki, klapan salik. Nəyə görə? Siz 92 yanacaqdan istifadə etmirsiniz. Yox. Bunun üzükləri özdə Toyota'nın üzükləri kimi deyil. Toyota'da o nazik olur, daha tez tutulur. Bunlarda o problem yoxdur. Yəni 99% mənim şübhəm klapan kipkəsizləridir. Klapan. Çünki bu da normal haldır. 10 ilin avtomobili. Ha, o heç. 200 min. Yaxşı, klapan kipkəcinə B2 təsir eləyir. Eləyir. Ona görə deyirəm B2-lə yoxlayaq. Yoxlayaq. Bu dəfə B2-lə yoxlayaq. Eksperiment maşınıdır da yoxlayırıq. Hamısı bunun üstündə yoxlamış. Yoxlayaq, hə. Yağsa burada aydındır, bunları da ayrıca göstərməyə ehtiyac yoxdur. Amerika avtomobillərinə, Bardağlının həmin bu 520 XT-sidir. Yəni onsuz da belə desə, bu seriyanın ən yaxşısı olduğuna görə heç başqası haqqında düşünməmişik də. Və yenə də burada GMD, Chrysler, məsələn, MS6395-i mənim avtomobilimə götürürlər. 6395 lira. Hə. Bir də yəni Forddur falan, yəni əsasən Amerika avtomobillərinin tələblərini siz bunun üzərində görəcəksiniz və belə. Bu qədər. İndi qalır artıq sadəcə yağ dəyişmə prosesi və bu dəfə B2-dən istifadə eləmək. Yenə də bir dənə yağ filtrimiz yəqin. O yenə burulmuş olacaq yəqin ki. 99. Mən deyim daha çox ondan həmişə ehtiyat edirəm ki, birdən burular, tutular. Orada o tutulma həddində burulmur. Bizdə deformasiyadır. Hə, amma indi biz nə bilək ki, o həmişə elə qalır. Qapanır. Özdə orijinal motokraftdan istifadə olunur bunda. Yox, iş orası ki, biz onun niyə burulduğunu bilmirik axı. Tən ortadan vurulur özü. Yenə eyni şeydir də. Eyni bax tən burada. Hə. Yenə eyni şey, yenə eyni yerdən. Biz bunu yenə də bütün mövcud firmalardan yoxlamışıq. Buna bir dəfə gələn dəfə, Raqib bəy, gəlməmişsən, mən xatırladım. Manna varsa bir dənə manna yoxlayacaq. Başqa artıq variant Ya, mən düşünürəm o filtrli deyil abi. Orijinaldan o tərəfə yoxdur. Hə, fərqi yoxdur. Sadəcə o həmişə eyni. Keçən bir neçə variant da yazmışlar orada şərhlərdə, amma biz onların hamısını gözdən keçirmişik də. Yəni orada belə şey yox. O deyil. O deyil, amma işə də təsir eləmir, düşünürük. Başqa Heç nə, yağımızı dəyişək. Hə. O bir dəfə sanki filtrin üzərində yaxası idi. Yox, Kənan, eyni məsələ. Çıxardanlar da Eyni məsələ. Onsuz burada onun o uc hissəsində bir klapan olur. Siz onu açanda yağ əlindən süzülməlidir. Süzülmürsə, deməli o klapanda problem var. O 100% olmalı. Onu dolu vəziyyətdə saxlamalıdır ki, siz avtomobili işə salan kimi bu üst nöqtədə axı buradan birbaşa qaz paylanma vallarını yağlaya bilsin. Siz açırsınız, orada yağ varsa qaydasında, onu da çıxardan kimi yağ süzülüb getməlidir. Yox, sadəcə o ki 5000-lərdə o normaldır, mənə həmişə o maraqlı gəlir. Yəni 4000, 5000 yürüşdə elə arada yada düşür baxırsan da, görürsən normaldır. Misal üçün 1000 kilometrə 200 qram bu azaldırsa, hər 1000-ə 200 o hiss olunur. Ondan sonra artıq həm yağın özünün səviyyəsi azdır və qızma daha çox gedir yağda. İstilik ötürməsi olmur. Ağır rejim başlayır da onun üçün. Və həm özü köhnəlir, üstəgəl o döyüşçüsü də azdır. Yox, çünki bəziləri deyir ki, misal üçün da dəyiş 6000-də, dəyiş 7000-də.
Əslində Belə. bizim bir çox müştərilər elə deyilir. Yəni Hə. o yağda azalmanı görməmək üçün Ay sağ ol. bir mənə 5000-də dəyişik mən onu görürəm, o haqqında düşünmürəm. Ay sağ ol. Onu deyirəm də. Yəni Mənə də 6000 yazmışlar, 9000. Haqqındılı adamlar elə deyir. sən mühərriki yığdırdın da. Rəqbəy, O var. məsələ nədir? Kənan bəy öz avtomobilində 3-cü qrup hidropreking yağdan istifadə edir. Deməli, normalda Alpinlə dəyişdilər də bayaq. Onun maksimal verə biləcəyimiz şərti üçün 300 motor saatdır. Bu da gəlir 7500 kilometrə çıxır. Kənan bəy sürür 9000. 9000 yarım. 9500. Yo bu dəfə sürüb də yoxlamağa. İndi məsələ nədir? Bu dəfə sürdü superdir, əladır. Gələn dəfə də əladır, gözəldir. Mənim yağım 15000 getdi, 20000 getdi. Mühərrikin resursundan yer axır. Hə, proses gedir amma. 50 mindən sonra baxacaqsan ki, yağ yemə başladı. Məsələ bu. Mən də 17.000 sürdüm, ondan sonra başladı. Yeni məsələ sizin avtomobillər. Ona kimi elə şey yox idi ki. Çünki mühərrik koruması olur və bu prosesimiz başlayır. Yo, mən hələ ki dirəşmişəm. Bütün variantları əl atacağım, hə? Yo, açmayacağım. Niyə açıram ki? Abi, Ki, yəni bu qaqa Allah haqqı motor açılmayıb. Bu söhbəti demək istəyirəm o. Nə vasıfdan da. Amma yo, özümə maraqlıdır həm də çünki yəni onsuz da mənim burada itiriləcək bir şeyim yoxdur. Mənə görə bu Yo, yəni də klapan salniki mənə görə çətin bir şey deyil də. Mənə görə o baxımdan ki, ustalarımız var, gedəcəyik onu da gözümüzün qabağında baxacağıq. Pul zat da verməyəcəm. Onu eləyəcəm o heç. Amma mən ümumiyyətlə bu kimi hallarda həmişə o sürücülərin mübarizəsi olur. Mən onlara qoşulmaq istəyirəm ki, gəlin bərabər mənim üçün də bu bir təcrübədir. Gəlin bərabər baxaq, görək hara qədər gedə bilərik, necə gedə bilərik, nə qədər effektimiz olacaq. Həm də bir növdə bunların da yəni hansında necə effekt verdiyini biz özümüz üçün də kəşf edirik. Məsələn, bu metalda bu bir xeyli müddət saxladı onu normal. Ondan sonra bir dəfə eliksirdə və yenidən full metalda indi artıq başa düşürəm ki, orada biz nəsə eləməliyik. Sadəcə yenə də ona gəlirəm ki, əslində yağ azalmasına qarşı çıxış eləyən, yəni iddia eləyən budur. Yəni Bardar şirkəti məhz bunun üzərində o sözü yazır ki, bu yağ azalmasına qarşıdır. Görürsünüz, reduce sözünü bura yazır. Onların heç bir reduce söhbətini yazmır. Anti-weigh yazır, aşınmaya qarşı yazır, mühərrik qoruyan yazır, nə bilim bu şəkildə yazır da. Amma məhz reduce azalma bunu verir. Antikorroziya azalma. O da yenə deyirəm, biz onun nədən qaynaqlandığını bilmirik. Məsələ ondadır. Biz bilmirik ki, orada doğrudan da sırğalar, üzüklər, nə bilim klapan salniki, amma sadə mühərrik deyə mən rahatam o baxımdan. O da elə dediyimiz kimi daha sonra 4 litr. Ha? Bir yarım. Artıq süzülmə dayanıb. Və artıq o təzyiqdən sonra nə var isə onsa çıxdı da vəssalam. Nasıl bir dənə hava da bunu belə bir randa ilə salırdıq. Hərçənd o havanı da neçə dəfə olub yazıblar ki, onu Rəşad da düz eləmir. Mühərrikə Səbəb hava ilə bərabər onun içində müəyyən bir oksigen mühərrik üçün öldürücüdür. Yəni sən sanki mühərrikə su damcısı atırsan. Hə, o iki atırsan. O zaman problemi olardı ki, bizim separatorlarımız olmayaydı. Bizim bura girişə qədər, burada sizə göstərə də biləcəm. İndi onu biz bilmirik də, hər adamda yoxdur. Bizim bütün filiallarda hamısında separator var. Adi onu bilmək problemli bir şey deyil. İstənilən hava olan yerdə bunu taxıb yoxlamaq. Necə yoxlayacaqsınız onu? Sürücülərimiz istəyirsə. Lütfen, ələ hava vurmaqla. Əgər separator yoxdursa, əl su olacaq, su dərəcələr olacaq. Bəlkə bir yerdən sonra olacaq. Əlbəttə onu vaxtında suyunu boşaltmasan olacaq. Bəlkə birdən yadınızdan çıxdı, getdi. Yəni bərkələrlə getsək, Bəlkə bu motor səni yolda bəlkə motorlar olacaq. Bu motor heç vaxt adamı yolda qoymaz. Hə, elə. Bunun yeganə üstün tərəfi odur ki, nə olur olsun səni heç vaxt yolda qoymaz. az olur. Harda olur? Motor eləməyib ki onu. Marketdə də zaten Yox, bir dəfə indi şlanq deşildi. Orada nə eləyək ki, o antifrizin şlanqı da deşilə bilər normal bir olur. dəfə o Nə? qaynatdı cəmsdə gəldi. Hamısında antifriz söhbəti olur. Motor söhbəti olmuyor. Şlanqdır çünki o üstünə yağ düşmüşdü. Ceyhun dedi ki, o vaxt biz onu tam dəyişməliyik, dəyişmədik. Onu da dəyişdik. Hər şey normal qaydasında.
Bu avtomobildə zaten ki, xarab olası qlobal bir şey. Elə mən də onu o tərəfini sevirəm də. Yəni bunun xarab olası bir şey yoxdur ki, gəlib sonra durub belə baxasan ki, neyniyək, nə bilim. Ən pis variantı bilirsən ki, nədir də bunun? Bəli. O nədir də? Tükəcil bu. Onu heç vaxt belə eləmirdiniz axı. Aktivakları tapanmadım ona görə. Saxlat işlədim. Dedim ki, Görürsən, hətta Rəşad ustada bütün eksperimentləri mənim maşımın üstündə edir. dedim ki, tezləşdi. O dünyadan səs gəlir. Deyəsən o Deyəsən gəliblər qalmışdır. kimisə motorunu da aldıblar orada hazırdır. O niyə elə rəhmətli səsi çıxardır? Gəliblər. Hibrid deyə ona, Olduqlarım gəlir. hibrid deyə ona görə. Abarbağa gəliblər. Elə bilirdim onu editdə qoyurlar. Son zamanlar sosial Mən o hibridin səsini işlərini və zəngiyyə alanlar. Nəsə gedirəm. Deməli, belə. Belə. Bu maşın şeydir, o Elçin sizdə usulü var da o maşın. Bəli. Nə? Elçində bu nasıl? Daha etsin sözünü dəyişmişik. Tapılmaz. Parol dəyişir. Parol dəyişir. Başak. Sən qulaq as. Sən efirə diqqətlə qulaq as. Bu arada onu mütləq ağzından buraxacaq. Biz onu tutacağıq. Ancaq o məqamda tutacağıq. Kəşfiyyatım var, içərdən öyrənərəm. Hə, içərdən görəm. Sizin yeni tətbiqdə zaten var, orada kışlarında bir şey Var, var. var. Absökülüp bakarım. Oradan görə bilər. Doğrudan tətbiqdə necə ayıracaqsınız ki, bu Elçin deyə yox? Tətbiqdə bizim xüsusi gizli yerlərimiz var da. Admin tərəfdən. Hər admin tərəfindən digər filiallara mesaj ötürmə. Kaprizli müştəri mesaj ötürmə. Hə. Bundan ehtiyatlı ol mesaj ötürmə. Hə, var hamısı Bu var. değişmiyor. Buna duayma qiymət. Bir dəfə deyim, yəni birdən nə vaxtsa başıma gələr, oxşa bir şey olmasın da. Bir dəfə məşhur müğənnilərdən birinin bir verilişi getmişdi bizdə o vaxtı ATV-də və müğənni xahiş eləmişdi ki, həmin verilişi bir diskə yazın, verin mənə də, flashka disk nəyəsə. Montajörün da ağlına gəlməyib, faylı götürüb söyüşlə save edib və eyni faylda atıb şeyə də, yəni olduğu kimi göndərib, faylın adı söyüşlüdür. Eyni cür getmişdi müğənniyə, o da açanda görmüşdü. Yəni indi bax gör də sən bir də... O şey deyəsən də. Yox, onu demirəm. İndi sən onu eləyəndə bir gün hazır ol ki, bir də gördün gəliblər. İstənilən, istər yağ dəyişmə olsun, bərbər xidmət olsun, restoran olsun, bunların müəyyən ehtiyat elədiyi kaprizli müştəriləri olur. Parollar var Orada da mütləq. parollar var ki, yəni sən özün olmayan digər işçi ötürürsən ki, ondan ehtiyatlı ol. Təkmir edir. Təzə parol 51 deyil. O da dedim sən, nə oldu? Maraqlısı odur ki, indi onu hamı özündən şübhələnəcək. Görürsən mən hansı. Kimisə Rasim çağıran kimlərsə mən bilgim. İlk sonra sizin adınızdan başqa cür necə çağırsalar şübhələnin ki, paroldasınız. Yenə bax, su vurur. Məncə əslində buna görə azadır, Rəşad usta. 100%. Gəl bir dəfə bunu eləməyək. 100%. Su düşür, korroziya verir. Gəl bir dəfə bunu eləməyək. Həqiqət, dünən deməli yanımızda bir Toyota Camry son model yaxınlaşıb, yağ tələbi 0.8-dir. Səhv tələbdir. Birbaşa burada qeyd olunub. Yağı da 0.8-dir. Deməli, onu paylaşdım. Görürəm hamı narahatdır ki, yağda Yəni sudur da artıq o. bu sudur, bu durudur, bu mühərriki saxlamayacaq yağ məsələsini. Hə. Və düşünürəm ki, gələcəkdə onu da bədbaxt eləyəcəklər ki, bu durudur, bu istidə Kürdəmirdə işləməyəcək. Ya Onsuz da 530. yazanlar var ki, bu Kürdəmirdə necə işləyəcək? İstehsalçı onu... Gəl 530 da ki. Özü Toyota. Nəzərə almayıb. Bircə... Qardaş, Toyota ən çox maşın verdiyi ölkələrdən biri də elə ərəb ölkələridir. Hə, sizi... Və orada necə dəyişirlər. Amma orada 15-40 ilə dəyişirlər. Kənan bəy, gəl bir dənə zəhmət olmasa bura. Bu bir şirkət, bütün yağ şirkətləri PDF sənədlərində bizə nə göstərirlər? Flashpointini, özürlülük indeksini, donma dərəcəsini və yəni bir şirkətə girdim, artıq bunlar birbaşa tərkibində olan maddələri, bizə dəqiqə bağlamışdım bunu. Onu stop kadr deyirsən də sonra. Hə, yox, burada video. Əvvəli pis başladı. Odur. Bəlkə burada artıq yağın tərkibində olan kimyəvi elementlərin miqdarını yazıblar. Bax o sürücüyə nəyə lazımdır ki? Nəyə lazımdır? İzahını verin. Sürücüyə lazım deyil, bəsin usta üçün. Hə də, mənə nəyə Bu lazımdır? usta başa düşməlidir ki, bax 0.16-dan 0.20-nin müqayisəsidir.
Biz deyirik ki 0.16 duru yağdır. Mənim mühərrikimi necə qoruyacaq? İstehsalçı yəni axmaq deyil. İstehsalçı bunu fikirləşib və nə edir? Fikirlərin sinkin miqdarı 0.16-da 0.20-dən çoxdur. 0.88 burada, Orada 0.86 sinki burada. artırıb. Fosforu artırıb. Bir oran artırıb. Magnezyumu artırıb. Sonra boru artırıb. Görün nə qədər artırıb. Özdə nəyə görə boru bu qədər çox artırıb? Bor birbaşa antibiyotik edir. Ona görə fikir verin, 0.19-dur, borda 57-dir, 3 dəfə ondan çoxdur. Və molibdenin də bilirik ki, o da sürtünməli iğmədir. Bunu da 2 dəfə molibdeni artırıb. İndi görə 0.8-ə nə qədər olacaq? Kükürt, amma görürsünüz eynidir, sera. Yəni sözümün canı o nədir ki, istehsalçı bunu onsuz da düşünür. İstehsalçı marağında deyil ki, bunu mən yağı buraxım getsin. Siz nədən danışırsınız? Bizim ustalar hələ də onu barmaqla, dillə, əllə yoxlayır. O maqnezyumu nə bilir? Öz bilmir maqnezyum nədir. Onun üstündə artıq birinci dəfə görürəm ki, istehsalçı sayta yağın tərkibini qoyur. Bu vaxta qədər heç şey yox. Sən ona bığını göstər, necə bığdır da. Yəni o nə bilir ki, o bor nədir? Siz demişkən, nə qədər bu... Bizdə də prioritet listədir. Mən mühərrikçiyəm. Ha, mən 20 ildir mühərriklə işləyirəm. İxtira edən oğlan o iddialar demir ha. Yəni mən mühərrikçiyəm, mən bilirəm orada nə var nə yox. Sən get 0.8-li get bura nə bilim, 5.20-dir. Hələ 5-20-dən qutarsaq yaxşıdır. Və maraqlısı budur ki, bütün eksperimentlər bunda kiyaların üzərindədir ha. Range Rover 5 mühərrikin tələbi 5.20-dir. Bakıda mən hələ bir nəfər usta görməmişəm ki, deyək ki, ona 5.20 əvəzində 5.30 tökək. O dağılsa xərci çoxdur da. Çoxdur. Ay sağ ol. İndi filtr dəyişirik, düzdür? Və salam. Bu boyunda yağ azalır. Mən həqiqətən çox rahatam, normaldır. Yəni 1 litr yağ. Yox, mən onu birinci hiss eləmirəm, yəni şey baxımından ki, mühərrikin güclü bir səsi falan yaranmır, heç bir şey yoxdur, xəbərdarlıq falan da yoxdur. Yəni kritik deyil, amma Mən qırılanda mən də o hiss eləmirdim qırılanda. ya o başqa şeydir. Yəni misal üçün zənciri hiss edirsən də, sən artıq bunu görürsən səsindən ki, hə bunun problemi var, get həll elə. O baxımdan narahat deyiləm. Mən əksinə, mən hələ bu yaxşıdır ki, bu şəkildə bacardığım qədər bunu eksperiment apara bilirəm, yoxlaya bilirəm, baxırıq görək nədən necə effekt verəcək. Yox, qırılar deyil. Onsuz da tutaq ki də məsəl üçün gələn dəfə gəldim və yaxud bir dəfədən, 2 dəfədən sonra artıq görsəm ki, bu litr yarım, 2 litr artıq bunun yəni variantı yoxdur, bu qədərdir. Onda gedəcək Vüqar ustanın yanına, açacaq klapan kipgəcini dəyişəcək, qutardı getdi. Nə var ki? O qorxulu bir şey deyil və bu həm də ona görədir ki, o tip sürücülər də bundan çox qorxmasınlar, çəkinməsinlər və o yağdan o yağa, o yağdan o yağa belə tullana ki, yəqin bunda olmaz. Bəzən usta da bir yağı hansından ki, çox qazanır, satmaq istəyəndə belə eləyir də. Gəl indi bunu eləyək, görək bunda nə effekt verir. Məsələ o deyil. Yəni ona Çox qazanır Rəşad usta deməksən. yox, əksinə, görürsən B2 daha ucuzdur, 20 manatdır. Mən də öz xərclərimi belə kompensasiya edirəm. Faiz etibarından qazancım pul metaldan daha çoxdur təbii ki, rəngli. Burada Kənan, əsas müştəri razı oldusa, onsuz da səni qazandıracaq. Sən bir ondan 10 manat qalmaqla deyil. Mənə maraqlıdır onun qardaşı, əmsi oğlu, dayısı oğlu, məhluşası. Bunlar onsuz da səni qazandırır. Yəni, düzgün... Mənim də nə məhəllə uşağım var, nə Sən də sən də gedirsən uşağana. heç kimim yoxdur. Gəl bu işindən istifadə edək. Kimi qazanacaq? Bir də Murad idi, Murad da çıxdı getdi Amerikaya. Kimi qazanacaqsan məndən? Bahadır yasamaldır dəyişir. Hə, Bahadır da Elçin kimi bir şeydir. Mümkün olanları tutacaq marağında deyiləm. Resurs tükədir. Gəl 5-20 tökülür, gəl taşdıraram sonra. 5-20 Ha, Bu dəfə bunun tutumu da az olduğuna görə nə qədərdir bu? 300 millidir, hə? 300 millidir, 5-300 bundan istifadə edəcəyik. Can 300 gram göl açıq var, 5-20. Olmaz inşallah. Yoxsa neyniyə bilərsən? Hə, 15-40-dan zaten. 300 milyon aldım. Hə. Baba, bayaq məndən 5-40-dan almışdı. Açıq idi, hə. O elə keçən dəfə mən gəndə açdırdınız da. Bəs o qədər qalmağı düzgün deyir axı Rəşad usta. Can sağ olsun, neyniyə? Kimin canı sağ olsun ki? Oksidləşmə o. Hər şey düzgün olsun olar. Ona görə azalır da bu. Axırı ki tapdım. Səbəb tapıldı. Təzə kod nədirsə bu da Ona görə tələb eləyin ki, Sən proqramda o kodu dəyişir. Təzə kod nədirsə konkret özünə aparırsın.
Tapacam onu, nə var Bunun ya? adına Raqib yaz ora. Parol elə Raqibdir. Ən ağla gəlmir şey. Bir dəfə mən evdə həmişə şirniyyat çox sevənəm deyə, evdə həmişə şirniyyatı onu qarışdırıldığını da göstərirəm. Gözlərlə tələsmə, hələ biraz orada qatıb deyə, biraz. Bu qatı olduğuna görə Raqibə birinci biraz yağ süzmək lazımdır. B2 full metaldan qatıdır ki. B2 qatıdır, bəli. Full metaldan qatıdır. Bəli. Doğrudan? Bəli. Mən full metalı ən qatı bilirəm. Yo, elə demək olar ki, amma qatılır full metalla. Demək olar Mən ki, qatı onu eynidir. bilirəm. Demək olar Hə, ki, də artıq qarışıb ona. düzüldü keçdi. Əsas oradan keçsin. bunu- Hə, nəsə şirniyyatı mama həmişə də harda gizlədirsə tapırdım da. Çünki nə bilim o insanda bir instinkt olur da. Bilirsən necəsə Ya nənənin sandığında olacaq. nə bilim də haralara qoyurdusa yer Yenislik tapırdı da. sandıqda olur. Mürəbbələrin arxası, nə bilim hara hər yer tapırdı. Axırda mama bezdi ki, onsuz da bu tapır. Götürüb onu açıq yerə qoyub. Mən də yenə gizli yerlər axtarıram. Tapa bilmirəm. Axırı gəldim ki, mama bu dəfə mən pasta həqiqətən halal olsun. Necə gizləbsə tapamıram. Deyir, nə? Deyirəm, bəs şirniyyatlara qoymusan. Deyir, sən otağımın yanında balkondan asmışam ki, daha onsuz da tapırsan, soğansa da asmırlar. Deyir, qoymuşam oraya ki, daha onsuz tapır, geçsin, rahat geçsin. İndi sən də elə şey qoyacaqsan ki, Raqifdir də, onsuz da bizim Raqifdir də, ağla gəlməsin. Raqib göndərən maşından Ay, sağ ol. Bu da belə. O bayaqki Honda axırı bardağla dəyişdi, hə? Rəşad? Honda. Ha, ha. Necə oldu ki, bardağla dəyişdi? Rəqib biz burada Mən bayaqdan azəkeş deyirdim ki, yarım saatda o adam qərar verəmirdi. Mən də elə belə gözləyirəm, görüm o axırı nə ilə çətin dəyişəcək. müştəri idi. Bax, zəng elədi, nə bilim, kiməsə də, bir neçə nəfər. dəyişənə qədər telefon onlarına. Hə, video zəng açdı. Buradakı bütün yağları gəzə-gəzə göstərdi ki, bu var, bu var, bu Bəy, var. keçən- Soruşdu ustadan ki, nə məsləhət görürsən. Keçən dəfə deməli Əhmədli filialına biri yaxınlaşdı. Adamın mənim də vaxtım var idi. Adamın avtomobilində bildiyimiz master-klass göstərdim. Yəni bütün şamlar açıldı, endoskopla baxıldı. O hissəsi, bu hissəsi, avtomobilin yağ tələbini dəqiq təyin elədik. Ondan sonra və buna niyə mənim bunları təyin elədiyimi göstərdim ki, bax filan sertifikatım var, bu var, bu var. Filan zavodda olmuşam. Buna hamısını başa saldım. Sonunda yağı da təyin elədik. Bir də qırağa çəkildi, bir də mühərrik hissəyə yığdı, şansıya döşüdü. Bax, əsas qərarı o Hə, verir. hə, Allah'ın olsun. Hə. Yəni adama həqiqətən ən belə xoşa gəlməyən odur. Hə. Yo, bu qardaş deyir, mən heç elə belə baxıram bayaqdan qıraqdan səni gözləyəndən ki, görüm bir yarım saatda görürəm ki, hələ tərəddüd edir də. Zəng girədi, soruşdu, baxdı. Müştərilərinin 99% elədi. Nəyə görə? Yo, olsun, yaxşıdır o. Sən. Bu adamlar Əksinə maşının dəyərini bilən və Bu pul verən bu adamlar. adamlar burada avtomobilini qulluq elətdirməyiblər. Gediblər harasa başqa yerlərə. İndi evə yaxındır deyə gəlirlər bura. Biraz da tərəddüdlə yanaşırlar ki, şəhərin mərkəzidir, yəqin ki. Amma üstün tərəfində də Əhmədlidən fərqli olaraq bunlar o pulu verirlər. Eynən. Yəni məsələn Eynən. onun seçimləri əsasən bardal səviyyəsində olan yağlar idi. Bahalılara baxırdı. Məsələn heç Alpinə baxmadı. Sadiq bəy, ən yaxşı, ən pul verən müştəri bazası, zonası Əhmədlidir. Mən əvvəlcə deyirdim Əhmədli. ki, bura yəni Əhmədlidir. Bura deyil. Əhmədli? Əhmədli. Bəli. Ay, yox, bəli. ki, Yox, Rəqib bəy. Əhmədli dövrəyə yuxarıdır. Rəqib bəy, sadəcə. xeyr. Restoran sayına baxın, əyləndiyi Hə də yerlərə restoran baxın. sayına baxan, amma restoranın Əhmədli- qiymətinə bax. da. Əhmədli camaatı mən elə deməzdim. Ən Ya, ya. bütün filiallarımızdan ən ürəkli müştərilərim Əhmədli filialıdır. Niyə bəs? Çünki orada olan kontingent düşünürəm ki, elədir. Misal üçün Əhmədli ilə xalqlar dostluğu ticarətdə çox böyük fərq edir. Əhmədli tərəfin insanı çox ucuza qaçan deyil, çox qiymət söhbət edən deyil. Niyə? Siz Əhmədlilərə ən çox Alpini satırsınız. Olsun Alpin satıran. Biri var. Yox, yəni də daha bahalı yağlar var. Onu demək istəyirəm. Məsələn, bardaq ondan bahadır. Okey, biri var gəldi eli Nefsiyada Alpin 85 manat. Ver Alpini sadəcə. Biri də var o 85 manatlığı 83 manat almaq üçün səndən 3 saat sənə döyür. Kiməsə zəng edir, o tapşırır. Bu Ha, o heç, o var. Sonra Əhmədli zonasında o cür hallar çox azdır. Həddindən artıq az. Çünki özün orada yaşayırsan deyə sənə elə gəlir. Yox, mən heç orada yaşamıram. Xalqlar dostluğunda böyümüşəm. Mənə görə ən pullu, ən belə şedri Rusunda deyək də, pul xərcləyən Geniş adamlar. Xalqlar dostluğuydu. Amma iş görəndə gördüm ki, səhv düşünürəm. Elə deyilmiş. Bakıxanov hə, biraz az olar. Bilmirəm. Bakıxanov biraz qarışıqdır da, orada suzdura bilmirsən. Ora Ramanadan da gələn olacaq.
Elə Bakıxanovun özündən də gələn olacaq, müxtəlif yerlərdən də. Xidmət yağdaşma sayına baxsanız da ən çox Əhməddədir. Çünki Hə də onu deyirəm də, çünki həm ən birincidir, ən çox tanıyanlardır, onlar hamısı rol oynayır, sənin özünün orada bir mühitin var. Burada yoxdur. Sən Xətayidə kimi o tanıyırsan? heç o vaxtdandır. Burada hə, amma mənə görə əslində ən yaxşı müştərilər Bir burada dənə olmalı. 300 Çünki qramı nəyə tutar? avtoparka görə deyirəm bunu. Tutmuşsan? Buranı göstərmişik də Kənan, hə? Ha, Bir ünvanı bir daha izah eləyək ki, ünvandan söz Sən o düşmüşkən. başlı qatma bir dənə qapdan yaxşısan. Ha, nə edirsən ki orada? Gəl görüm nə deyir orada. Deyirəm başlı qat bir dənə qapdan yaxşısan. Elə. Mən onu getməsə gətir. Hə, heç. Mənim maşından bayraq Sağ ol, sağ ol. Sağ ol, sağ ol. Oğlum baxaydın qardaş, baxaydın. Heç nə, hamımız baxın. Aparat bile alıp götürüyor. Get göstər, get. Orada de, orada. Hə, bu həmin o Hərbi Qənimətlər Parkı ilə üzbəüzdür orayla və bildiyimiz Günəş Petrolun içindədir də. Yəni Megafanın yanı, Hərbi Qənimətlər. Əslində məkan location olaraq həqiqətən də ən rahat yerdədir və həm yol üstü buradan keçən tutaq ki, bir qatqı almalıdır, gəlib ala bilər. Həm məsələn deyək ki, axşam işdən çıxır, düzdür, vaxtı bilmirəm Rəşad usta, buranı hələ ki siz 7-yə qədərdir, amma bəlkə Gələcəyə rəqbət. yayda bəlkə isti olsa. Artıq ikinci smen işçisi götürüb bəlkə 24 saat eləməyi düşünürük. Sadəcə ikinci smen yaxşı mütəxəssis tapmaq biraz çətin məsələdir. 24 saat işləsən, sən bardalın qatısından daha çox energetik içki satacaqsan burada. Hə, çünki Borcan yanı. yedemin içidir deyə görürəm ki, axşam vaxtı xüsusən Yox, şəhərdir də qardaş. Şəhər bu bölgədə elə bir yer, yəni doğrudan azdır da. Bəlkə də var bilmirik. Şəhərdə avtoxidmət yoxdur. Hə, yoxdur. Var, Heç yəni çox az sayda. yanacağını özün belə bu ətrafda bir elə bir yerdən tapıb ala bilmirsən. Salarlar, dükkanlar. Şəhər var, az sayda xırda yerlər çünki icarə haqqı bahadır deyə respektabelli deyil. Onun yerdən bir dənə restoran atsan 5 qat Ama işleyirsiniz ha yani. Sizin üçün nəfər idarə haqqı, gecə işləyəndə haqqı verməyəcəksiniz. Yo, anladım, bizim üçün artıq fərqi yoxdur. Bizə fərqi Amma yoxdur. işçiyə pul verəcək də var. İşçi xərci artır da orada maksimum 1 və ya 2 işçi xərci artır. O da onu Qarşılasa təbii ki, davam elətdirəcək. İndi qarşılamasa 1 ay, 2 ay, 3 ay dözəcəksən, ləğv edəcəksən o xidməti. Normaldir. Yağın miqdarına baxaq və İşə salam. salın zəhmət olmasa filtri yoxlayın. Filtri. Hə. Əsas yağ filtrinin kənarlarından. Nəsə bu dəfə başqa cür edərdi. Sızı pısılmamalı. Yox, yağ filtrini həmişə yoxlayın. Tamam. Özəz nə? Yox, söndürə bilərsiniz. Səsli işləyir ha nəsə. Stəkanların səsi doldu. Nəsə dayanmışlar. Əslində vəziyyəti hazır. İndi boşalt görüm orada 5 litr yarım var yoxsa yox. Şupla mənim başım. Müştəri burada olmalı. Şupla mənim başımı aldatmayın. Düz maksimumda. Görürsünüz? Bu bir normal yerdir. Yağ doldu. Hələ ki. Hələ ki. Hələ ki. İnşallah ki Azal-azala gedər. azalmaz. Fayda. Yox, mən düşünürəm ki, belki müəyyən bir formada Mənə də o maraqlıdır, çünki Xeyri olacaq. sırf B2-nin siz ona, yəni təyinatı da odur da, onun üçün deyirəm. Antifrizimiz var. Antifrizimiz yerində bir dənə hava filtrini dəyişəcəm. Şüşən gücləndiricinin yağına baxaq. O da yerindədir. Şüşəsənin suyu varmı? Əlavə Bunu edək. hardan bildiniz? Şüşəsənin suyu ağzına kimi olmalıdır? Yox, deyirəm şey, Şüşən şüşən gücləndiricini hardan bildiniz? Görsənir. Gözlə görsənir. Yəni yerində olması bəs eləyir. Ha, gözlə görsənir o. Onun dəyişmə reqlamenti yoxdur Akif bəy. Onu biz artıq özümüz bir dəfə deyəsən dəyişmişdik. Bax bunun da dəyişmə vaxtı 2-3 il aralığıdır. Bir dəfə dəyişib də Bir deyir. dəfə dəyişmişdik. Ha, hardasa artıq arada çünki rəngində biraz türkləşmə görürəm. Ələt mayası deyil. Ələs mayası. Arada bir dəfə dəyişək olur. Bir yarımda. Salon filtrinizdə yoxdur da, qardaş. Salon filtri bunun proqramında çıxartmır. İndi gəlib sexpaspıda. Keçən Yalnız dəfə. özünü çıxardıb korunu götürərik. Bax, Keçən biz dəfə var- də elə deyirdi. Və hər dəfə nəsə deməliyik bunu. Hə, də elə. Əsas o ki nəsə Sonra da deyil. deyir ki, buranın kontingenti zor. Pulun deyirəm də. Burada belə kasıb lazım gəlmir. Gəlmir. Yox. Ən kasıbı bu gəlir. Kasıb. Hava filtrini də keçən dəfə bir ay sonra gətirdi. Yox. Evet arkadaşlar.
Ondan pulum mən vermirəm ki, o dəyişsin. Ne oldu? Pul veren müşteriydi. Vermir axı ki, verim. Qane eləmir deyə pul verim. Paskan qırağın göster. Mən qane eləyirsə pul verəm müştəriyəm. Paskan qırağın göster. Göstərə bilərəm, amma problem yox. Sen paskan var. Bir kağızla getirsin. Onluk paskan var idi orada. Kasımın paskası. Elə onu açırdım ki, tutdum özünü. Heç nə, artıq bu qədər də. Çox sağ olun. Başqa bir şeyimiz qalmır. İnşallah növbəti səfərdə artıq yoxlayaq. Hə, yoxlayaq, bu da bir Görək daha nə bir olur. müddətdə gözləyə biləcəyik. Amma mən izləyəcəm 5000-də, 6000-də, 7000-də. İnşallah. Görək nə olur. Kitabçamızı da qeyd eləyək. Həm Kitabsa deyil. Artıq yox, mən proqram işləyən deyirəm. görüşürüz. Canım sağ ol. Sonra oradan girib mənim kart məlumatlarımı, şəkillərimi oğurlayasınız. Ola bilər. O qədər şeylər var. Buyur. Sağ olun.